Bismillah ve salatu ve selamu ala men la nebiyye ba'deh. Değerli kardeşlerim, bugün sizlere inşallah Kur'an-ı Kerim'in 4 güzel ecazkar xüsusiyyəti barəsində danışmaq istərdim. Hansı ki, bu 4 gözəl ecazkar xüsusiyyət Yunus surəsinin 57-ci ayəsində cəm olmuşdur. İbn Kəsir və digər təfsir alimlərinin izahına görə Quran insanın həyatının bütün ehtiyaclarına cavab verən ilahi bir rəhbərdir. Buna baxmayaraq insan bəzən bu böyük nemətə ya az müraciət edir, ya onu tərk edir, ya da üzərində düşünmür, ya da onunla həyatını islah etməyə çalışmır. Halbuki Uca Allah Quran-ı Kerimdə buyurur ki, Euzu billahi mineşşeytanirracim. يا أيها الناس قد جاءتكم موعظة من ربكم وشفاء لما في الصدور وهدى ورحمة للمؤمنين. Yani Yunus suresinin 57. ayesinde buyurulur. Ey insanlar, Rabbinizden size öğüt nasihat, kalplerde olanlara şəfa, müminler üçün hidayet ve rahmet gelmiştir. Kardeşlerim, bu ayet Kur'an-ı Kerim'in 4 əsas xüsusiyyətini bir arada beyan edir. Nedir bu 4 xüsusiyyət? En birincisi öğüt nəsihət. Necə də ayədə keçdiyi kimi məv'izə. Yəni Quran insanlara doğru və yanlış yolu göstərir. Onları gözəl əxlaqa, salih əməllərə və düzgün həyata yönləndirir. Bu baxımdan Quran bir nəsihət və həyat bələdçisidir. İkincisi isə ayədə buyurulduğu kimi şifə. Nədir bu şifə? Yəni Quran qəlbləri mənəvi xəstəliklərdən, məsələn şirkdən, nifaqdan, şübhədən, təkəbbürdən, qəflətdən və digər bu kimi naqis sifətlərdən təmizləyir. Və Quran insanın daxili aləmini islah edir və ona mənəvi, ruhani bir sağlıq verir. Üçüncüsü isə yenə də ayədə buyurulduğu kimi hudə, yəni hidayət. Nədir bu hidayət? Quran insanı düzgün yola yönəldir. Həyatın məqsədini və istiqamətini göstərir. O, insanı azğınlıqdan çıxarıb haqq yola aparan ilahi bir rəhbərdir. Və dördüncüsü isə, qardaşlarım, ayədə keçdiyi kimi rəhmə, yəni rəhmət. Quran iman gətirənlər üçün Allahın xüsusi mərhəmətinin təcəllisidir. O, insanı həm bu dünyada, həm də axirətdə xoşbəxtliyə aparan ilahi bir nemətdir. Qardaşlarım, bu arada digər bir ayəni də xatırlamaq istərdim. Həm şəfaya, həm də rəhmətə işarə edən ayədir. Ayə belə Quran-ı Kərimdə buyurulur: وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا. Biz Quranda müminlər üçün şəfa və rəhmət ayələri nazil etdik. Zalimların isə yalnız ziyanını artırar. Və belə deyək qardaşlarım, nəticə olaraq Quran yalnız oxunan bir kitab deyil, yaşanan bir həyat yoludur. O, insanın düşüncəsini islah edən öğüt nəsihət, qəlbini sağaldan şəfa, yolunu işıqlandıran hidayət və onu ilahi rəhmətə aparan bir vasitədir, bir mərhəmət yoludur. Və bu arada İbn Məsud radıyallahu anhunun bu sözünü xatırladım. O buyurur ki, Təzkiyyətün Nəfs kitabında, deyir ki, kim bilmək istəyirsə, həqiqətən o Allahı sevir, ya yox, onda baxsın, görsün, Quranı nə qədər sevir. Əgər Quranı sevirsə, onda Allahı da sevir. Çünki Quran Allahın kəlamıdır. Qardaşlarım, ən doğrusunu Allah bilir. Bu qədər. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Subhanakallahumma bihamdik.
أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك.